Baxıram 60 nömrəli suala. Deyir ki, A, B, C, D, E abituriyentlər, bu addan abituriyentlər imtahan veriblər və onlar sualların deməli 17, 45, 65, 84, 91%-ni doğru. Sonra təzədən burada yenə 5 dənə rəqəm qeyd olunub, ədəd qeyd olunub. Bunlar səhv cavablandırıblar və cavablandırmayan sualların faizini də qeyd ediblər. İndi davam eləməyək. Bir dənə bura kimi başa düşək, sonra davam eləyək. Deyir ki, 17%-ni doğru. Suallar özü toplamda 100%-dir də. 17% doğrudursa düşünərdim ki, 83%-nə səhv yazıbdır. Amma görürəm ki, cavablandırılmayanlar da var da. Onda məntiqlə, yəni ki, doğru cavablar, səhv cavablar, bir də ki, cavablandırılmayanlar toplamda 100% eləməlidir. 5 nəfər hər biri özü üçün də. Yəni baxın burada hər dəfə 5 dənə ayrı ədəd veriblər. Yəni 5 nəfərin hərəsi üçün ayrı-ayrı statistikalar qeyd olunub. Mən də gəlirəm burada yazıram A, B, C, D, E. Bir məsələn düşünəcəm ki, düzgün cavablar var, bir səhv cavablar var, bir də ki, C, yəni ki, cavablandırılmayanlar var. Bunların cəmi mənə 100 verməlidir. Elə o 100-dən kömək alaraq mən onları tapmağa çalışacağam. Gəlin başlayaq. Bu bir cədvəldir. İndi xəttlərini çəkməsəm də olar. Heç imtahanda da eynən bu şəkildə, yəni çox vaxt itirmədən bu formada qurub yaza bilərik. Deməli, cavablandırılmayan sualların faizi 4, 16, 31, 40, 42 bunu bildik. Sualları ən çox cavablandırmayan A olmuşdur. Burada ən yuxarı 42 idi də cavablandırılmayanlarda. Onda A-ya gəlirəm, 42 yazıram. Cavablandırılmayan hissəyə. 100-dən 42 çıxıram, 58. Deməli, A-nın düzgün cavabları ilə səhv cavabları 58 olmalıdır. Bir-bir götürəcəm, yoxlayacam. Məsələn, 17 ilə nəyi toplasam 58 eləyir? 41-i. Deməli, 17 və 41. Bəs niyə o dəqiqə 17-41-i yazırıq? Əlbəttə ki, yazmırıq. Hamısını yoxlayıb əmin olmalıyıq sonra. Məsələn, 45 ilə nəyi toplasam 58 eləyər? 13-ü. Burada 13 yoxdur. Sonra, deməli, 65 ilə nəyisə toplayanda 58 eləməz. 84 ilə nəyisə toplayanda 58 eləməz. 91 ilə nəyisə toplayanda 58 eləməz. Deməli, A ilə bağlı bütün statistikaları tapdıq. 17-ni silirəm, 41-i silirəm və 42-ni də silirəm. Deyir ki, sualları ən çox düzgün cavablandıran E olmuşdur. Ən çox burada 91% var. Deməli, E-yə gəlirəm, düzgün yerə yazıram 91. Doğru cavablar olan hissəyə 91 yazıram. Qaldı 9. İndi 9-u almaq üçün nə edə bilərəm? Deməli, burada səhv cavablandıranlara baxıram. Səhv cavablandıranlara, məsələn, 0 götürsəm, gərək aşağıda bir dənə 9 olar ki, toplayanda 9 versin. 4-ü götürsəm, aşağıda 5 olardı ki, toplayanda 9 olsun, olmadı. 15-i götürsəm, 9-dan böyükdür, olmaz. Amma 5-i götürsəm, 5%-ni səhv cavablandırıb, tutaq ki, 4%-ni cavablandırmayıb, alınır da 100% eləyir. Bunu da tapdıq. Deməli, nə getdi? 5 getdi və 4 getdi. Xətt deyirəm ki, yəni bilək ki, bunlar silinibdir. 4 getdi. Sonra nə deyir? D-nın səhv cavablarının sayı B-nın səhv cavablarından çoxdur. Səhv cavablardan 41-dən 5 tapmışıq bir dənə. 41-dən 5-i silək. Çünki biri E-dir, biri A-dır. Bizə aid deyil o. Bizə D lazımdır, B lazımdır, bir də ki, C lazımdır. 41-dən 5-i sildik. Deyir ki, D-nın səhv cavablarının sayı B-nın səhv cavablarından çoxdur, C-dan azdır. Deməli, D böyükdür B-dan, kiçikdir C-dan. Əlimizdə nə var? 0, 4, 15. Deməli, D 4-dür, 15-dən kiçikdir, 0-dan böyükdür. Onda B-nın səhvləri oldu 0, amma düzgün yerə yazaq da, buraya yazmırıq, səhv olan hissəyə yazırıq. B 0-dır, D 4-dür, C 15-dir. Bunu tapdıq. Sonra nə deyir? B-nin düz cavablarının faizi ilə D-nin səhv cavablarının faizi arasındakı fərqi tapın. Gedək hamısını tapaq sonra. Çünki hələ ki bilmirəm. Deməli, baxın, B-da bildik ki, səhv 0-dır. Deməli, B-nın düzləri ilə cavablandırılmayanları 100 olmalıdır toplamda. 17 ilə 91 işlətmişəm. 45-in üstünə cavablandırılmayanlardan nəyə gəlsəm 100 eləyər? 55. 55 yoxdur. 65-in üstünə 35 gəlsəm 100 eləyər. Burada cavablandırılmayanlarda 35 yoxdur. Sonra başqa qələmlə göstərim. 84-ün üstünə 16 gəlsəm 100 eləyər. 16 var. Deməli, 84 ilə 16 aiddir B-ya. 84 və 16. Deməli, qaldı indi C ilə D. C-nin 15-i var, 85-i çatışmır.
Hansı 2 dənəni toplayan 85 edir? 45-in üstünə 40 gəlsəm 85 eləyər. Var. 65-in üstünə 20 gəlsəm 20 yoxdur. Deməli 45 və 40. 45 və 40. D üçün də baxıram. D üçün də isə 45-in 40 gedəndə yerdə nə qaldı ki? Deməli cavablandırılmayanlardan 4-ü də işlətmişik. Yox, səhvlərdən 4-ü silmişik, üzr istəyirəm. Səhvlərdən 4-ü silmişik. Cavablandırılmayanlardan 4-ü silmişik. 65 ilə 31 qaldı. 65 31 toplayanda 96 edir. Bu da 4 elədi 100. Hamısını tapdıq. Deyir ki, bunun düz cavabları hardadır? 84. Sonra nə deyir? D-nin səhv cavabları buradadır 4. Arasındakı fərqi tapın. 84 çıxdı 4 eləyir 80. Cavab olur E variantı.